Bu videonu çekip qohumlar baxsın. Gör nə gözəl almadı. Düğün ayın 24'ü iyi oldu. 24'ü iyul, 26-cı ildə almanın gözəlinə baxsın, qapının alması bu. Gedib alma alırıq mağazadan zibil. Bunu əzmişəm burasını. Gör nə gözəl almadım. Çox tamlı gözəldir, qəşəng əzmişəm hamısını. Yığmışam. Görürsünüz. Belə. Bunda bu cür meyvə qurdan da quruduruq. Bax bunu hardasa 20 dəqiqə ərzində yığdım. Bax bunu görürsünüz. Maral da mənə kömək eləmədi. Maral qızım mənə kömək eləmədi. Bundan da əlavə büyünlərim. Radiatorlarda dünənləri təmizlədik, düzəltdik. Oradan keçək bu radiatorlarımıza. 5 radiatorumuz var. Radiatorları təmir elədim rusik balamla. 4 dənə defektini çıxartdım. Görürsünüz çıxartdım. Ortasından ikisi xarab idi. Açarla onu açdım, araladım, çıxartdım. İtalya yemişək qazbaysa bu. Dəhşət gözəl radiator. 14 seksiyanın 3'ünü çıxartdım. Hayif yerdə qaldı 11'i. Bunu açastı. Belə işlər davam edir. Yavaş yavaş. Bax belə. Bunlar hazırdırlar. İndi səhər gedirəm bir dənə material var. Onu alım manometr qoşum. Davleniyasını yoxlayım. Əgər su buraxmırlarsa bax bunların hamısını zakaz eləmişəm. Bundan da bir Azərbaycan pulundan 20 manat verim bunları da alım. Hardasa bir 2000 manatdan çox pul tutacaq bizim atapleyinə. Bir 2000 yox 2500 manat. Bundan sonra bizim evin atapleyinəsi olacaq normal. Bax belə. Meyvələrdən də qaq kəsirik, qaq quruduruq. Bax belə burada gözəl quruduruq. Gördüğünüz kimi Allah'a şükür tokumuz var. Tokumuz var. Kuruduruq. Tokumuzun yerdə qalanını yukarı qaldıracağıq. Hələ bura baxmıram. Hələ bundan bir doğru da burada vedra yarım var. Şabonları təmizlə. 2 yaxşı vedra qaldı. Gözəlləri qaldı yukarıda. Onun hamısını bir-bir yığarıq.